Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi xoş gördük. Azərbaycanımızı tüm mürbətdə yaşayan qardaşları salamlayıram. 23 may 2025-ci il Bərdə At Bazarından çəkilişimizə başlamışıq. YouTube kanallarımıza abunə olub like vermeyi unutmayın. Sizler için güzel bir video roliki hazırlayaq. Siz de bakın. Bəyənmə eləyin ki, güzel bahtların hamısını sizler için çəkərək göstərək. Allah xeyir versin, alana da satana da. İlk elə bu qardaşın dayı oldu çəkmə. Bu nesəsindədir belə? Üçündə. Neçə deyirsən bunu? Sonu 1000 manat. Hardan gətirmişsən bunu? Tartar? Qəhrəman Tartar. Salam olsun. Yorğası tadı var bunun. Neçə gedir? 20-25 gündür mü? 20-25'te yorğası var. Hadi kardeş düzün demək lazım. Görən atılışacaq yoxsam atılışacaq. Yani tanıyanlar bilədir, oradan da deyirəm bu eşsinlər. Gəncəli Kərxanın balası. Gəncənin Kərxanın balası, Limların axırın balası Kərxan. Ne gözəl. 1.48'de boyu var. Nalsız. 1.50'de 2 santim çıxıram da, yəni bilənlər bilir. Güzel. Kontrolün var. Ne oldu 66? Hayırlı uğurlu olsun. Bunun boyu ne kadardı kakam? Ha? 1.47. Ne sesindədir bu? 8'ine şeysi. Hardan getirmişsən bunu? Ha? Ağcabədi Polat Dükkanı'nda. Kıyməti nədir? 1500'ə. Belə yorğası nədir? Bərk yerləyir. Ha, güzel. Maşından sürməmişsiniz. $1500'ə. 82-54. Xeyirli olsun. Hani Krista yeri. Kardeşim bak böyle bir atı var. 1800 manat. Maydana. 4 yaşında kullandı. Belə yorğası nədir bunun? 40 yeri İrəm oldu. 40. Ağcabədi rayon Salmanbəyli kəndində. Ağcabədi rayon Salmanbəyli kəndi. Qiyməti də 1800. 1800'e deyirəm mən. Yorğadan çıxmağı necə? Yox, çıxmır. Neynəsən də çıxmır? Yox, çıxmır. Ha. Boyu nə qədərdir? 1.44. 1.40'dır. Nə gözəl, nə gözəl. Yani islah abi, super abi. Bir dənə tüfekli yox. Nəysə vurmağı qapı. Yox, heç nə. Babalar boşlamışam, heç nə. Yani kuzudur, kuzu. Sen. Dur orada. Dur orada. Dur orada. 39.95. Nə gözəl, nə gözəl. Deməli dəyərli izləyicilərimiz, mən 2 həftədir, 3 həftədir İt arazı gəzirəm, tapıram bazarda. Yoxa çıxıb. Deyir, itləri alıb bölünə gedib. İt arazı. Qapıdakı itlərini də götürüb çıxıb gedir. Dördündədir. Bunun boyu nə qədərdir? Boyu 1.45. Təmiz, nalsız. Nallı. Nallı. Hardan getmişsən bunu? Ağcabədən. Ha, nə gözəl. Qiyməti nədir bunun? Qiyməti 800 manat versələ verər. 800 manat. Təzə örgənibdir, harca bir 30'a yaxında yeriyir. 30'a yaxın. Sen canda yazdın mənə zəngin, sən yazdın mənə.
7. Geldi. Yok. Kontrol yoktu. Onun nömrəm naxır 10-10'dur. Düşdü ora. 10-10. Hə, 050 ilə 4 zat. 10-10. Tatar dedim. Ağcabədi. Ağcabədi. Hə. Xeyirli olsun. Çox sağ ol. O geçer. Bazar olsun. Deməli qardaşım belə bir atı var. Bu neçəsindədir belə? Şimdi 7-sində. Bunun yorğası nədir? 31. 35. Hardan gətirmisən bu atı? Ha? Pamuk yani. Samux, Zazarlı tərəfdən. Yasını tanıyırsan mı? Yasını. Atbaz. Öyle. İt arazılar tanımırsan. Birazdan tanıyayım. İt arazı. Dayı nədir? Bunun qiyməti nədir? 9'a değil. 900'e deyirsən. Ha. Yorğadan çıxmağı, Ayaklarım yarın. Vallasan çıkın. nəsə problemi? Sizin maşında o? Nə gözəl. Nə gözəl. 61-27. O neçədir o qaratın? Berat mimanta değil. Maşının neçəsindədir o? 9'unda. Yorğası. Aşın gözünü atıyor. Berat'ın gözünü. Nəsə problemimiz adı yoxdur ki. Gözəl. Qoy yaxından çəkək onunla. Bunu neçə dedin? Sonu 1000 manat. Berat'ın videosu da var. İsteyen olsa yollayalım. Sən zəhmət olmasa sağ göndərdiyim nömrə yaddaşa vur. Atma onu. 1000 manat. Nəsə qolunda, qıçında bir problem. Ayaklarından mini yap. Ayakların Allah'tan. Gözəl. Gözəl. Burada çoxsu, yəni nallatdırmağa gətirib. Gözəl qardaşlar, çəkirik. Baxın indi o satışlı olanları çəkirik. Çox adam deyir ki, niyə hamısını çəkmirsən? Ha, vallah hamısını çəkirik. Yəni o nallatdırmağa gətirən mən çəkə bilmirəm axı. Satmıraq onu havaydan bir çəkdim. Nə məna veririk? Hə, tutaq ki, bunu nallatdırmağa gətirib, hə. Bir gəlib satar ki, bunu mən çəkəm, paylaşam. Ramı neçə deyirsən bunu? 150 var. Neçəsindədir bu? Ben son diyelim. Yorğası nədir bə? Sen yukarı diyelim. 40'dan yuxarı. Boyuna qədərdir bunun? 1.46. Bunu neçə deyirsən? Şimdi Hə, məzələnsə. 40'dan yuxarı gedir dedin Rami. Maşının üstə yoxsam yerdə. o sen sana o da. Ben yeter. Ben it arazı gəzirəm, onu tapamıram. İt arazı. Maşın üstə gedən qır. Düz deyir də. Hadi adam şimdi gömeli yazıyor.
Kafa koyup ki tanımasınlar. Basın değerinde 47. 100%. Tamam o her satmışsın. Geçiyor. Bak bu ayrı durum. Değil mi Uçay? Ha? Bu ayrı durum. Bazarın olsun ayramır. Bazar o kadar yakşat çıkmış ki. Yakşat çıkan surətlərdə başqa bir. Mən belə 40 getməyinə inanmıram. Amma maşın üstə 50 də sürərsən. Altısındadır. Neçə deyirsən bunu? 850. Hardan gətirmisən? Araldan ne görür? Bərdən hansı kəndə? Tuması. Cibine girer. Nə gözəl. Sol cibini. Belə yorğastalı var. Burası gedir. Hadi senden de mehman daha. Nə gözəl. Deməli 85-86. Ramını başının tükü də tökülür da. Hadi boruşuna bak. Elə bir qoturdu nə bilmirəm. Neçəsindədir bu? Belə yorğastalı nədir? Yeriye, 35 yeriye. Neçə? Neçə gedir? 30. Bir ay değil 1000 lira, bir ay değil. Ha. Hardan gətirmisən bunu? Tumas. Qiyməti nədir? 2000-ə? Ha, lap yaxşı. Həştət beş, 86. Xeyirli uğurlu olsun.